hərəkətlərin məqsədi nədir? Və kompleks Kompleks hərəkətlər nə zaman istifadə olunur? kompleks hərəkətlər müəllimə əsas hissədə istifadə olunur. Əsas hissədə. Hı -hı. Əsas hissədə isə olur. Hərəkətli oyunlar olur da, belə yadımda qaldı. Hərəkətli oyun başqadır, kompleks hərəkət başqadır. Kompleks Hə. hərəkətlər əl, çiyin qurşağı və Bəli. aşağı ətraf əzələrini İnkişaf etdirilməsi. inkişaf etdirən hərəkətlərdir. Əsasən məşqlərin əsas hissəsində Hissəsində yer deyilir. alır. Yaxşı. Bəs beləcə bir neçə cümlə açar qısaca söz deyim, siz baxın görün məşqlərin hansı hissəsinə aiddir. Deməli, taktiki, texniki bacarıqlar, güc, sürət, dözümlülük formalaşdıran mərhələ hissə. Əsas hissə müəllimə. Yerimə qaçma, tullanma, sürünmə, dırmanma. Yerimə qaçma, tullanma. O da əsasıdır müəllimə. Bəli, əsas hərəkətlər Hə. əsas hissədə olur. Asta yeriş, qaçış, pəncə və daban üstündə gəzmə, ilanvari yeriş. Yürüyüş hissəyə aiddir müəllimə o. Müxtəlif pozalar. Aha. Xaotik yeriş, az hərəkətli oyun. Bu da yekun hissəyə aiddir ki, uşaq dincəlməlidir. Doğrudur. Sensor haqqında məlumatınız var? Bəli, var müəllimə. Sensor tərbiyə nədir? Sensor etalon nədir? Bəli, sensor tərbiyə, sensor mədəniyyət, sensor etalon var. Ən sonunda sensor etalondur müəllimə. Yüksək 5-6 yaş uşaqlar üçündür. Etalonda forma etalonu var, rəng etalonu var, kəmiyyət etalonu var. Ümumiyyətcə sensor uşaqların hiss üzvlərinin inkişaf etdirilməsidir. Sensor tərbiyə budur. Hissi belə düz deyirəm müəllimə? Sensor qabiliyyətlərin bəli, xüsusi metodlarla, xüsusi proqramla. Birinci sensor təcrübə gəlir müəllimə, düz deyirəm? Təcrübə keçir, uşaq öyrənir, sensor təcrübə, sonra sensor mədəniyyət, yəni mədəniyyət sensor hərəkətlərin məşq etdirilməsi kimi yadımda qalır. Sensor təcrübədən sonra inkişaf gəlir, inkişafdan sonra tərbiyə. Sonra da mədəniyyət, sonra etalon. Bəli. Əslində mədəniyyət o aradakı təkrar uşaqlara məşğələləri keçmək, fəaliyyətləri təkrarlatmaq, öyrətməkdir ki, bunun sayəsində uşaq ən gözəl qırmızı rəngi, ən gözəl ətri, ən gözəl, ən şirin dadlı meyvəni, ən dadlı konfeti seçə bilir. Necə seçir? Mütəmadi olaraq o məşq elətdirildikcə, yəni təkrar sensor fəaliyyətlərin hesabına, onda artıq bu bacarıq, bu qabiliyyət formalaşır. Və o təkrarların hesabına olur. Ona görə də kitabda da, testdə də sensor tərbiyədən sonra sensor etalon formalaşır cümləsi doğrudur. Yəni mədəniyyət özü bir etap deyil, sadəcə olaraq məşqdir, məşq prosesidir. Bəli. Və uşaqlar bu məşqlərin hesabına, hansı ki, xüsusi metodlarla inkişaf etdirilmiş bacarıqların mütəmadi olaraq məşq etdirilməsi hesabına onlarda sensor etalonlar formalaşır. Artıq onlar hər şeyin ən yaxşısını, ən dadlısını, ən düzgünü, ən gözəlini seçə bilirlər. Hiss üzvlərimiz hansı ardıcıllıqla formalaşır? Birinci hiss etmədir, sonra toxunma, Dərin. Hiss etmə də elə hiss etmə eyni şeydir. Hə. Müəllimə, sonra daddır. Daddır. Sonra bilirdim müəllimə tam Nə demişdik? Körpə uşağı yadınıza salırsınız. Anadan olan kimi. Qucağına alır, sonra südün dadını bilir müəllimə. Bəli, toxunma, dad, qoxu, təs və görmə. Bəli. Bu ardıcıllıqla da hiss üzvlərimiz inkişaf edir. Bəli. Sonra Yəni ki, cavab verəcəm. Təsviri fəaliyyətdən verməmişəm sizə deyəsən sual. Verirsiniz, verin müəllim. Düzgün oturma texnikası. Düzgün oturuş ikinci körpələr qrupudur. Şəklə əlavələr, bəli. Şəklə əlavələr, balığın quyruğu, kəpənəyin xalı hanı? O da 2. No. 1 müəllimə qatışdır. Bəli, o 1-dir. Deyir ki, düz xətt kombinasiyaları, düz xəttlər çəkirlər uşaqlar, ip, rəngli çubuq, yol adlandırırıq onları. O da müəllimə 2-də də var, 3-də də var xətt. Yoxdur. Deməli, 1-də xətti
Müəllimə 1-də çəkirlər əslində. Bir də qarışıq xətt çəkir. Hə, amma 2-də düzəldirlər hocam. İkincidə düz xətt çəkir. Yəni Bəli, birincidə bəli, bəli. cızma-qara dövr deyirik Bəli, qarışıq bəli. xəttə, Hı hı. ikincidə düz xətt çəkir, onda da ad Hı. veririk. Deyir bu ipdir, bu yoldur, bu Bəli. körpüdür, bu nərdivandır, yəni müəllimə adlandırır. Bəli, bəli müəllimə. Yaxşı. Hazır rəngləmə albomlarından istifadə olunur. O da 2-dədir də müəllimə. Bir sual verim. Konturdan kənara çıxmadan rəngləmə. Konturdan kənara çıxmamaqdan rəngləmə. Belə bir Orta cümlə. qrup. Yox, Orta qrupda müəllimə. yox. Məktəbə hazırlıq. Hə. Hazır Xəyal. albomları ikinci körpələr dediniz. Hazır albomları müəllim. Əslində 2-dir, amma 3-dədir. Orta qrupda, orta qrupda. Hı. Rəngləmə 3 yaş. albomlarından 3-4 istifadə olunur yaş. orta qrupda. Bəli, 3-4 yaş. Yaxşı. Puantizm texnikası necə texnikadır? Puntalizm adından görülmə nöqtə deməkdir. Müəllimə, qulaq çöpləri ilə nöqtələrlə rəsm çəkmə texnikasıdır. Çox aydın, parlaq rənglər olur. Yəni rənglər bir-birinə qarışmır, nöqtə formasında qoyulur. Aplikasiya növləri hansılar oldu? Aplikasiyanın növləri müəllimə, bir dənə yadıma salım, niyə duruxdum görüm. Əşya üzrə. Bəli, müəllimə, əşya üzrə var, sujet üzrə var. Düzdürmü? Əşya üzrə, sujet üzrə biri nə idi? İstə bilərəm müəllim. Dekorativ, bəli. Dekorativ müəllimə. Ehtiyac yoxdur, Böyük bəlkə müəllimlər danışıblar. Belə bir sual verim, çaşdırıcı ola bilər, diqqətli olun. Birinci körpələr qrupunda aplikasiya fəaliyyətində açar sözlər. Müəllimə, yoxdur axı birinci körpələr qrupunda aplikasiya. Dalğavari kəsim, ziqzaq kəsim. Ziqzaq kəsim, dağlavarı kəsim. Müəllimə, bu orta qrupda da var, amma simmetrik kəsim də böyük qrupdadır, eləmi? Bəli. Simmetrik kəsim, qarmon kəsim. Bəli, böyük qrupdur. O dediyiniz də orta qrupda. Siliyit kəsim. Hə. Süliyet kəsim məktəbə hazırlıq müəllimi. Bəli, məktəbə hazırlıq. Süliyit kəsimdən hansı teatr növündə istifadə olunurdu? Bölgə teatrında. Bəli, bölgə teatrında istifadə olunurdu. Qaradovşan göstərdi. Deyir ki, bu qrupda yapma işləri əşyavi xarakter daşıyır. Uşaqlar hər hansısa bir əşyanı, sadə əşyalar, tanış əşyaları yapırlar. Orta qrupdadır da müəllimə. No. Əşya. Top, alma, göbələk, kalbasa. Hə, o ikinci qrupda müəllimə. 2. Tanış əşyalar yapırlar, birinci körpələr qrupu. Ay, hə. Əşyavi xarakter daşıyır. Yapdıqları da top, alma, kalbasa, nə bilim. Yəni sadəcə yumru, sadəcə uzunsov və biz onları Müəllim, o ikinci körpələr qrupunda da əllərində deyirdiniz ki, fırlayır. Yəni bir kök formasını alır. Deyir ki, bu bəli, inandım. Sonra onları yumrulayıb, qatlayıb, məsələn, uzun kalbasanı qatlayır, ilbiz eləyir. Hə, bəli, Sonra, bəli. nə bilim, top formasına, nə bilim, baş kimi istifadə edir. Artıq o yapdığı, birinci qrupda yapdığı hissələri birləşdirib hər hansısa bir yeni bir obyekt əmələ gətirməyə çalışırıq. Onlarla birgə, bəli, yaxşı. İnsan fiquru yapırsa, hansı qrupdadır? Müəllimə, insan qrupu böyük qrupdadır. Böyük. Təbiət materiallarından istifadə. Orta qrup, orta qrup. Origami. Origami də orta qrupdur. Yaxşı. Sonra nə qaldı? Ekskursiya mərhələləri. Ekskursiyanın müəllim, ekskursiya hazırlıq, ekskursiyanın gedişi, ekskursiyadan sonrakı işlər. Müəllimə, bu mərhələdir, bilmirəm. Mərhələsi 5 dənə Bunlar olmalıdır. hissələridir. Hə, o hissələr, amma 5 dənədir əsasən. Müəllimin ekskursiyaya hazırlanması, sonra uşaqların ekskursiyaya hazırlanması, sonra ekskursiyanın gedişi. 5 dənədir mərhələsi, müəllimə. Düzgün saymadım. Tərbiyəçi müəllimin ekskursiya hazırlığı. Aha. Sonra uşaqların ekskursiyaya hazırlanması, ekskursiyanın gedişi, belədir. Nədir çaşdınız? Müəllimə 5 dənədir, amma tezdə tapıram da. Belə Deməli, saymadım. müəllimin hazırlığı, şəraitin təşkili, uşaqların hazırlanması, keçirilmə, yekunlaşdırma. Bəli, bəli, keçirilmə, yekunlaşdırma deyil. Bəs gəzintinin quruluş komponentləri? Gəzinti, o da 5 dənədir də müəllimə, düz deyirəmmi? Deyəsən elədir, hə. Hə, müəllimə, o deməli hazırlıq, hərəkətli oyunlar,
ondan sonra fərdi iş, əmək fəaliyyəti, gəzintiyə əlaqə bunlar. Bəli. Əla. Müşahidə, Bəli, bəli, əmək, bəli. fərdi iş, Bəli, hərəkətli oyun, sərbəst bəli. oyunlar. Yaxşı. Buyurun, bugünkü mövzumuz savad təlimi. Şəbək müəllimə. Savad təlimindən nə var idi orada? Sav Oxu təlimi üzrə işin məzmunu var idi, fonetik bütöv yanaşma vardı. Sonra Elkonun mərhələləri, Jurovanın mərhələləri. Buyurun. Savad təlimi, yəni 3 dövr ayrılır. Əlifba təlimə hazırlıq dövrü, əlifba təlimi dövrü, yəni əlifba təlimindən sonrakı dövr. Yəni dövrlər bunlardır. Orada bütöv yanaşma belədir ki, söz verilir. Yəni belə məsələn sözü yazılır, bütöv yazılır. Sonra onu fonetik təhlil, yəni hecalarla, ən axırda da hərflərlə də, yəni bütöv yanaşma budur. Fonetik yanaşma isə bütöv yanaşma, əlifba sözü yazılıbsa, birinci əlifba, onu sonra biz hecalara bölürük, sonra hərflərlə səsləndirməyə öyrənir. Amma fonetik yanaşma birinci səslərlə, sonra hecalarla, sonra bütöv şəkildə ifadə edirik. Əla. Bəs Jurova və Elkonun bölgüsü bu aspektdə necədir? Elkoni burada 3 mərhələyə bölmüşdü. Birinci mərhələ səs təhlilidir. İkinci mərhələ fonetik təhlil idi. Üçüncü mərhələ isə sözlərin, üçüncü mərhələdə samit fonemlərin təhlili. Mənimsənilməsi də, yəni birinci səslərin mənimsənilməsi, ikinci saitlərin mənimsənilməsi, üçüncü də samitlərin mənimsənilməsi. Əla. Elkoni. Elkonda bölgüsünü bu təhər edib. Əla. Sonra Jurova isə o da 3 hissəyə bölmüşdü. Birinci səsin təhlilini aparır, ikinci şifahi əlifba təhlili, üçüncü də oxumaq bacarığı. Əla. Yaxşı, keçdik riyaziyyat məşğələsinə. Yəni keçək. Ən başdan sadə riyazi bacarıqlar, elementar bacarıqlar uşaqlara 2 əsas metod hesabına öyrədilir. Hansılar idi? 2 əsas metod, ədədlərin öyrənilməsi, monoqrafik metod, əməllərin öyrədilməsi, hesabi metod. Bəli, hesabi metod və monoqrafik metod. Yaxşı, modelləşdirmənin növləri hansılar oldu? Modelləşdirmə, yəni işarəli modelləşdirmə, ideal modelləşdirmə, bir də əşyavi modelləşdirmə. İşarəli modelləşdirmə, yəni ki, hansısa bir əşyanı biz sayırıqsa, orada xətlər vasitəsilə, hansısa həndəsi fiqurlar vasitəsilə o əşyaları, yəni saydıqca, yəni işarələyirik ki, yəni burada 3 alma göstərilibsə, yəni biz onu xətlərlə, həndəsi fiqurlarla sayırıq da, işarələyib, o axırda ümumi sayı deyirik. İdeal işarələmə isə ideyalarında, xəyallarında, yəni hesablayır, sayır. Əşyavi də əşyalarla, əşyaları göstərərək, yəni əşyalar vasitəsilə. Bəli, əşyaların modellərindən istifadə olunması. Modellərindən bəli. Miqdar münasibəti mərhələləri hansılar oldu? Miqdar çoxluqların saçdım qaldı. Birinci ədəddən əvvəlki dövr, ikinci say fəaliyyəti, üçüncü də hesablama. Hər birini haqqında bir balaca nə deyə bilərsiniz? Ədəddən əvvəlki dövrdə uşaqlar çoxluqlarla işləməyi öyrənirlər. Onlarla, yəni çoxluqlar vasitəsilə, yəni saymağı, hesablamağı öyrənirlər. Say fəaliyyətində isə say fəaliyyətində uşaqlar saymağı öyrənirlər. Deyirsiniz ki, adlandırmağı, nəticədəki ədədi bilirlər. Saydan sonra nəticədəki ədədi adlandırmağı bilirlər. Deməli, say sözlərini bilmək və onları sırayla adlandırmaq, nəticədəki ədədi çıxarmaq. Bir də
Hə, sayları əşyalara birə-bir aid Birə-bir etmək. aid etmək. Birə-bir Hə. aid etmək. Bəs Bəli. hesablamağa nələr aiddir? Hesablamağa burada toplama, çıxma aiddir. Yəni bir tərs mütənasiblikdə toplamadır, yəni çoxluq əşyaların birinin toplanması, toplama, çıxma. Qonşu ədələr arasında tərs münasibətlər, Tərs rəqəmlərlə münasibətlər, əşyalar tanışlıq, arasında tərs münasibətlər, toplama, çıxma. sonra Şəvəq müəllimə. Yəni Əlifbadakı hərflər niyə bizim bildiyimiz A, B, C, D-Y ardıcılığı ilə yox, A, N, L, Ə, M, T, B, Fəsan, Fisan və niyə axırda Z hərfini yox, J hərfini keçirlər? Buyurun. ona Bu görə bölgünün ki, səbəbi müəllimə, nədir? sözlərin yaranmasında istifadə olunan samit hərflər, sait və samit hərflərin birləşməsindən söz yaratmaq olsun. Çox işləkliyinə, İşləhliyinə asan görə tələffüz olunmasına görə, bəli, Hə, hərflər bəli. məhz 4 mərhələyə bölünərək məktəbə hazırlıq qruplarında və 1-ci siniflərdə bu ardıcıllıqla keçirilir. Yəni bizim bildiyimiz əlifba sırasının ardıcıllığından fərqli yola. Niyə A-dan sonra B yox, N keçirilir? Çünki çox işlək və asan Çox tələffüz işlək olunan. samitlərdir. Çox işlək samitləri, yəni yeni söz düzəltmək üçün, yəni onlardan Bəli. istifadə olunur. Çox Ən işlək çox uşaq samit. anadır, vətəndir, sonra Bəli. atadır, babadır, əmidir, Nənədir, nənədir, ailə babadır. sözlərini bəli birinci öyrənir Bəli. və həm asan tələffüz olunan, səslənərkən az maneəyə rast gələn, həm də çox işlək sözləri yazmaq üçün istifadə olunur. Eləməyə ehtiyac yoxdur. Bir də onları mən hər iki testdə görməmişəm, amma bilmək olmaz, bəlkə salarlar, bəlkə salmazlar, amma inanmıram salsınlar o detallı şeyi. Bizə əsas savad təlimi məşğələsi hansı metodika üzərində qurulub? Savad təlimi oxuyaq, yazaq başlığı altında. Aha, səbəb nəticə yoxsa hərf səs təhlil tərkib? Səs təhlili tərkibi. Bəli, bəs səbəb nəticə əlaqəsi üzərində qurulan məşğələ hansıdır? Səbəb nəticə məntiqi riyazi təfəkkür olar. Səbəb nəticə. Ətraf aləmlə tanışlıq. Bəli, ətraf aləmlə tanışlıq Ətraf məşğələsi. aləmlə tanışlıq. Səmtləşmənin növləri hansılardır? Səmtləşmə 3 növü var. Özünə səmtləşmə, özündən səmtləşmə, bir də obyektlərin bir-birindən səmtləşməsi. Sonra hansı məşğələ? Nədir? Təsviri fəaliyyətdən verir, fərqi yoxdur. Təsviri fəaliyyətdən yaxşı. Sxem və eskizlə işləmək? Sxemlə, eskizlə məktəbə hazırlıqdır. Yox. Böyük qrup. Məktəbə çəkilirsə, bəli. Naturadan yapma, sujet üzrə yapma. Natura, sujet. O da böyük qrupdur. Bəli. Dekorativ rəsm. Dekorativ rəsm məktəbə hazırlıq. Dekorativ rəsm, xeyr. Böyük qrup. O da böyük qrupdur, bəli. Yaxşı. Tərbiyəçi uşaqların diqqətini həyətyanı sahədə gəzintiyə çıxarkən hadisələri müşahidə etməyə, pişiyə, quşa cəlb edir ki, onlar düşünülmüş, yəni hərəkətli əşyalar hazırlasınlar. O orta qrupdadır. Hərəkətlilik. Dərslərdə o orta qrupa aid edilir. Gəzintidə uşaqların diqqətini harasa çəkmək, gəzintidə uşağın heyvanların hərəkətlərinə bəli. Bu düşünülmüş hərəkətlilikdir. Bəli, bəs mexaniki hərəkətlilik? Məktəbə hazırlıqdır. Bəli, məktəbə hazırlıq qrupudur. Qrattaj texnikası necə bir texnikadır? Qrattaj texnikası, yəni şam və boyaydan istifadə olunur. Ora qara quajdan çəkilir. Sonra isə onu cızaraq oradakı altdakı çəkilmiş rənglərdən, yəni mənzərəli, maraqlı bir şəkil alınır. Alınan o rənglərdən, yəni şəkil alınır da. Rəhbəri. Ondan sağa rəhləmək, səsləndirmək orta qrupa aiddir. Düzgün oxunuş ikinci körpələr qrupuna aiddir.
əşyalardan nətər özləri birinci qrup uşaqlar, yəni birinci kiçik qrupda uşaqlar, yəni plastilindən, yəni ovuzların içində yəni hərəkət elətdirərək özləri nəsə bir əşyalar yaradırlar. Bu birinci kiçik qrupa aiddir. Origami orta qrupa aiddir. Tüklü fakturası böyük qrupa aiddir. Süvariyyət kəsim məktəbə hazırlığa aiddir. Simmetrik kəsim böyük qrupa aiddir. Yəni belə bunları. Əla. Sonra lüğət üzrə işin istiqamətləri hansılardır nitqdə? Lüğət üzrə işin istiqaməti 5 istiqamətdə aparılır. Nitqin zənginliyi, təmizliyi, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqlik, ifadəlik. O şifahi nitqə verilən tələblərdir. Lüğət üzrə işin isə 4 istiqaməti var. Lüğətin zənginləşdirilməsi. Eyni şey aslında. Lüğətin zənginləşdirilməsi, fəallaşdırılması, onlar deyirsə müəllimə. Bəli. Dəqiqləşdirilməsi, təmizliyi. Lüğət üzrə zənginləşdirmədə nə iş görürük? Nələr daxildir lüğət üzrə işin zənginləşdirməsi? Yəni lüğətin söz ehtiyatını artırırıq. Uşaqlarda söz ehtiyatı artır. Yəni o elə bir yəni məşğələ keçəndə, yəni uşaqların lüğətinə yeni sözlərin daxil olmasıdır da, yəni zənginləşməsidir. Bəs fəallaşdırma nədir? Fəallaşdırma uşaqlarda sözləri elə mövzu seçirik ki, Öyrətdiyimiz sözlərin nitqdə işlədilməsinə nail olmaqdır fəallaşdırma. Bildiyim sözlərə elə sual, elə şəkil qoyuruq, elə müraciət edirik ki, uşaqlara, onlar öyrətdiyimiz sözləri işlətmək məcburiyyətində qalsınlar. Yəni fəallaşdırırıq. Fəallaşdırırıq. Yəni bilmədiklərindən sözlərdə biz onları çox işlədirik ki, onların lüğəti fəallaşsın bu sözlər sayəsində. Dəqiqləşdirmə nədir? Dəqiqləşdirmə nətər deyirlər, həqiqətə uyğun olan sözlərdir də, yəni faktlara əsasən deyil, yəni bu uşaqlara yəni deyirik sözləri, öyrədirik. Dəqiqləşdirmə, bəli, ümumi sözləri. Yəni faktlara əsasən. Bəli, ümumiləşdirmə, yəni cəm şəklində bildirən sözlərin istifadəsinə nail olmaq və düzgün dəqiqləşdirmə nə idi? Dəqiq, düzgün, yerli yerində sözün seçilib danışılmasına, istifadə olunmasına nail olmaq. Təmizlik? Təmizlik, yəni bu ara sözlərdən istifadə etməməkdə. Təmizlik odur ki, işlətdikləri sözləri, yəni ədəbi dildə işlədilsin də, yəni. Bəli. Sensor tərbiyə haqqında nə bilirsiniz? Sensor tərbiyə Uşinskinin adı ilə bağlıdır. Yəni uşaqlar, yəni birinci, ikinci kiçik qrupda, yəni sensor tərbiyə başlığı altında keçirilir uşaqlara bu məşğələ. Sonra gəlir sensor tərbiyə, sensor mədəniyyət Montessori'nin adı ilə bağlıdır. Sensor etalon isə Zaporojye'nin adı ilə bağlıdır. Montessori'nin adı ilə bağlı olan sensor mədəniyyət o üzvlərinin sistematik məşq etdirilməsidir. Sensor etalon ən böyük termindir. O da xassələrinə görə, əlamətlərinə görə, yəni öyrədilməsi, yəni seçilməsi. Bəlkə yadıma düşəcək. Belə bədii təfəkkürün metodları hansılardır? Əyani, şifahi, praktik. O ümumilikdə təlimi metodlarıdır. Yəni onda şifahi nəql etmə, səhnələşdirmə. Nəql etmə, səhnələşdirmə. Əzbər öyrənmək, kitabdakı illüstrasiyalara baxmaq və ifadəli oxu. Tərbiyəçinin ifadəli oxusu. Baxmışam, ona da. Fiziki mədəniyyət məşğələsinin hissələri bir-birinə nə ilə fərqlənir? Birinci giriş hissədir, ikinci əsas hissə, üçüncü də yekun hissə. Giriş hissə hazırlayıcı hissədir. Əsas hissədə də əsas hərəkətlər, ümumi inkişaf etdirici hərəkətlər, yəni əsas kompleks hərəkətlər verilir. Yəni yekun hissədə də yəni nəfəs bərpa edici hərəkətlər olur ki, yəni uşaqda yorğunluq aradan qalxsın.
hı. Fiziki tərbiyədə yəni kollektiv iş forması, frontal, konveyer iş formalarından istifadə olunur. Frontal tərbiyəçinin iştirakı ilə olan iş formasıdır ki, tərbiyəçi yəni hərəkətlərə uşaqlara göstərir, uşaqlar da təkrarlayır. Konveyer isə uşaqların ardıcıl olaraq bir-birinin ardıcıl hərəkətləri etməsidir. Kollektiv isə hamısı uşaqların kollektiv şəkildə birgə səy nəticəsində etdikləri hərəkətlərdir. Bəli. Hazırlayıcı giriş hissənin də müddəti kiçik qrupda 2-4 dəqiqə, yəni giriş hissənin müddəti. Tədbiri böyüdüdür Şəfəq müəllimə. Aha. Müəllimənin metodikasından, məşğələsinin məzmunundan, məqsədindən asılı olaraq dəyişən bir dəqiqədir. Bəlkə biri 3-4 dəqiqə verir. Yəni əsas hissəsi məşğələnin çox hissəsi, yəni böyük bir hissəsi düşür Əsas hissəyə aid əsas olur. hissəyə, Bəli, vaxtın bəli. çox hissəsi əsas hissəyə ayrılır. Bəli, məşğələnin təlim nəticəsini, məqsədlərini müəllimə məşğələnin əsas hissəsində reallaşdırdığı üçün, dinamik oyunlar, hərəkətli oyunları burada verdiyi üçün kompleks hərəkətlər, yeni hərəkətin öyrədilməsi, təkrarlanması hamısı düşür əsas hissədə və ona görə də böyük bir müddəti əsas hissə təşkil edir. Təşkil edir. Bəli, doğrudur. Ekskursiya. Gəzintinin quruluşu, ekskursiyanın komponentləri, quruluşu, buyurun. Bayramlardan heç sual vermədim. Müəllimlər nədənsə bayramları çox qarışdırırlar. İctimai siyasi bayramlardır, mövsümi bayramlardır, məişət bayramlardır. Bir də ki, ictimai siyasi tədbirlərdir. Buyurun, hər biri hansılar nümunə deyin. Çünki nədənsə müəllimlərimiz mövsümi bayramı məişət bayramına qarışdırırlar, onu ona qarışdırırlar. Çox çətin şəkillər nədənsə. Buyurun. Mövsümi bayramlar fəsillərlə əlaqədar olan bayramlardır. Məişət bayramları isə Ramazan bayramı, Novruz bayramı, Qurban bayramı, bunlar məişət bayramlardır. Mövsümiyə də nümunə göstərin ki, konkret olsun. Məhsul bayramı, məsəl üçün göstərmək olar ki, məhsul bayramı. Bəli, payız bayramı, festivallarda bu dəqiqə hazırda. Məhsul yığımı bayramıdır. Payızda məhsul yığımı bayramı olur deyil. Məsəl üçün Göyçayda keçirilən və onların bağçalarında da nar bayramı, noyabr ayında nar bayramı. Bəli, bu dəqiqə aktivliyini qoruyan Qarğıdalı festivalı, Dondurma festivalı, Çimərlik festivalı, nə bilim Portağal festivalı. Yəni bunlar məktəbdə qeyd olunmur. Amma məktəbə qədər müəssisədə biz təşkil edirik. Məqsəd uşaqların nə bilim müxtəlif bacarıqlarını, müxtəlif inkişaf sahələri üzrə dünya görüşünü artırmaq məqsədi daşıyır, sosiallaşma məqsədi daşıyır. Festivalları bura daxil edirik. Həmçinin də payız bayramı, məhsul bayramı dediyimiz payız bayramını da burada qeyd edirik. Amma məişət bayramları isə məişətdə qeyd olunan Ramazan, Novruz, Qurban və yeni bayramları nəzərdə tutur. Bəs ictimai siyasi bayramla siyasi xarakterli tədbirin fərqi nədir? İctimai siyasi tədbir deyəndə orada məsələn 20 yanvardır, 31 Mart soyqırımı günüdür, 27 sentyabr yəni anım günüdür. Bunlar yəni tədbir olaraq da burada bir şənlik, əhval-ruhiyyəsi olmur da. Yəni anırıq burada, biz yad eləyirik yəni burada. Amma ictimai siyasi tədbir deyəndə 31 yanvar Dünya Azərbaycanlıları günüdür. 28 may Demokratik Respublika günüdür, 18 oktyabr, yəni belə bunlar isə ictimai siyasi xarakter daşıyır da bayramlardır. Bunlar bayram kimi yəni qeyd olunur. Bəli. Deməli, mövzular deməli beləlikdə o anım günü, sonra 27 sentyabrdır, sonradan təqvimə daxil olan, bəli, 20 yanvar Xocalı faciəsi, 31 mart kimi deyək də günləri biz bayram deyil də, bəli, ictimai siyasi xarakterli tədbir hesab eləyirik. Digərlər 8 mart, 1 iyun, 31 dekabr, sonra elə 8 noyabr, 9 noyabr, 26 iyun kimi günləri isə bəli, ictimai siyasi bayram kimi qeyd. Bunların da əksəriyyəti bizim qeyri-iş günümüz olur. Yəni bayram edirik həm də. Dövlət səviyyəli bayramlar. Ona görə də adı ictimai siyasi xarakterli bayramlar hesab. Gəzinti və ekskursiyanın quruluşunu da bizə şərh eləyin. Gəzintinin quruluşu 5 quruluşu var. Yəni müşahidədir, uşaqların əmək fəaliyyətidir, hərəkətli oyunlardır,
Uşaqlarla fərdi işdir, bir də müstəqil, uşaqların müstəqil oyunudur. Bu gəzintinin quruluşudur. Mhm. Ekskursiyanın isə tərbiyəçinin ekskursiyaya hazırlığıdır. Uşaq şəraitin yaradılmasıdır, uşaqların hazırlığıdır. Ekskursiyanın keçirilməsidir, bir də ekskursiyanın yekunlaşdırılmasıdır. Təlimindəki hərflərin mərhələləri var daha. Birinci mərhələyə Bəli. nəyə üstünlük verilir? İkinci mərhələdə 3-də, 4-də, buyurun. Hərfləri desəz də olar, deməsəz də olar. Yəni bu vacib deyil. Əsas bizə bu bölgü niyə A, B, C, D kimi yox, məhz A-nı, L-mı kimi və axırda J hərfini keçirlər. Səbəb nədir? Bəli, müəllimə, 4 mərhələyə bölünübdür. Birinci mərhələdə, yəni asan, çox işləkliyinə görə, asan tələffüzünə görə, ən çox 1 və 2 hecalı sözlərdən istifadə olunduğuna görə bu asan hərflərdən başlayıbdır. İkinci mərhələdə nisbətən çox şaxəli və çətin, yəni i, d, y, o, su, belə bu hərflərdən səslər və hərflər elə bil ki, kar və cingiltili samitlərin fərqləndirilməsi vardır. Üçüncü mərhələdə isə daha çətin. Səs və hərflərin daha çox çətin, yəni fərqi, açıq hecalar, sözlərdən qapalı hecaların yəni Mhm. göstərilməsi, samitlərin yanaşı işləndiyi sözlər vardır. Məsələn, onlarda cümlələrdə onların yerləri, sözlərdə onların yerlərini ona görə asandan çətinə doğru getsin deyə hərfləri əlifba sırasına verilməyib. Yəni axırda da J hərfinin axıra sona düşməsi də yəni bizdə ən çox J hərfi ilə olan sözlərin çoxu alınma sözlərdir. Öz sözlərimiz deyil. Sizin izahınıza belə Aha. qulaq asmışdım. Tələffüzü Ona görə çətindir. onlar Bəli. çətindir. Az Bəli. Onlar işlənən, axıra salınır. bəli. Tələffüzü çətin söz hərfdir ona görə az işlənir. Yəni ümumi işlək hərf deyil. Ona görə elə bizim bildiyimiz axırda z yox, məhz j-nın işlənməsinin də bir səbəbidir. Yəni Həmçində ığ-dır, sonra axırda hansı hərflər qalmışdı? O hərflərin əksəriyyəti az işlənən, çətin tələffüz olunan və qoşa samitli sözlərin tərkibində daha çox olan, bəli, tələffüzü çətin olan, oxunması çətin olan. Əla. Çətin olanlar sona salınır. Bəli. Mhm. Bəli, əla. Sonra savad təliminin mərhələləri vardı. Lap dərsin başlığında. Hazırlıq, Bəli. aha, savad Bəli, təlimi savad əvvəlki təlimi dövr, əlifba təlimindən əvvəlki dövr daha doğrusu. 3 dövrə ayrılıbdır. Əlifba təliminə hazırlıq dövrü. Bu əsasən savad təliminə hazırlıq vəziyyətə gətirmə, uşaqların daha asan, məsələn, belə necə deyim, hazırlıq dövrüdür də. Yəni ikinci əlifba təlimi dövrüdür. Bu mərhələ ən çox məktəb mühitinə bənzəyir. Yəni böyük və kiçik hərflərin çap formalarının öyrənilməsi, sadə sözlərin oxunması, oxumağa başlanması, hərfin tanımaq, oxumaq qabiliyyətlərini inkişaf etdirir. Əlifbanın bir də əlifba təlimi üçüncü var. Əlifba təlimindən sonrakı dövr. Aha. Burada nə işlər Əlifba görülür? təlimindən sonrakı dövrdə ən çox o dövrdə elə işlər görülür müəllimə. Əlifba təlimindən sonra təsviri fəaliyyətdən burada çox istifadə olunur. Üstün xəttlə, yəni hərflərin düzgün yazılışını, onların formalarını öyrənilməsi, Mhm. Əla. əl yazısına alışdırmaq elə bir xüsusi əhəmiyyət daşıyır. Orada uşaqların Bəli. bu tür bacarıqları inkişaf etdirilir. Dəftərə düzgün istifadə, hərflərin elementlərinin çəkilməsi. Doğru. Bəs yaxşı. Öncəki dərslərimizdən ətraf aləmlə tanışlıq məşğələsindəki müşahidənin növləri hansılardır? Müşahidənin 2 növü vardır. Uzun müddətli, qısa müddətli müşahidə. Qısa müddətli müşahidə, məsələn, quş uçdu, evin damı necədir, bu üçbucaqdır, bu yəni belə qısa müddətli müşahidələrdir, amma uzun müddətli müşahidələr fəsillərin dəyişməsi, fəsillərdə baş verənlərin Bəli. müşahidə olunması, yağışın yağması, yarpaqların saralıb tökülməsi, qarın yağıb əriməsi, yəni bunlar uzun müddətli məşğələlər. Məşğələlər deyim, müşahidələr. Bəli. Yəni binanın tikilməsi, yolun çəkilməsi, uzun vədəli müşahidələr ilə adından göründüyü kimi uzun Uzun çəkən, vaxt müddətlidir. çəkən Bəli. işlərin
Bəli, müşahidə qısa etmək müddətli təbiət hadisələrini izləmək isə epizodik, proseslər olduğu üçün, yəni qısa bir zaman bəli, çərçivəsində onlara da biz qısa müddətli bəli, müşahidələr qısa deyirik. müddətli epizodik müşahidələr deyirik. Mhm. Sonra, orada nə var idi başqa? Ekskursiyanla gəzintilərin fərqi nədir? Gəzinti gün rejiminə salınmış, planda yazılan, hər gün təkrarlanan, yəni bizim hər günkü gün rejimimizdə yazılan, planımızda Fəaliyyətlərimizdir. yazılan Mhm. fəaliyyətdir. Amma ekskursiya ayda bir dəfə, 2 ayda, ildə 2 dəfə, fəsildə bir dəfə olan ekskursiyadır. Yəni onun düzdür, o da planda yazılır, amma gün rejimimizə aid deyil də. Hər gün təkrarlanmır. Bəli. Sonra miqdar münasibətin mərhələləri hansılar oldu? 3 mərhələsi vardı miqdar münasibətinin. Ədəddən əvvəlki dövr, say fəaliyyəti, bir də hesabi fəaliyyət. Mhm. Məsələlərin növləri hansılardır? Məsələnin növləri bir var illüstrativ məsələ, biri var səhnəcik məsələ, bir də şifahi məsələ. Mhm. Əla. Quruluşu necə olur məsələlərin? Məsələnin quruluşu, məsələnin şərti, sual, şərti, sualı, həlli, Eee, quruluşu 5. məsələnin nə dedim? Quruluşu, aha, deməli sual, şərt, həll, cavab. Həll, cavab, bəli. Mhm, 4 dənə. Yəni bizim bildiyimiz bir şeylərdir. Səmtləşmə? Səmtləşmə bir var özündən səmtləşmə, bir var özünə səmtləşmə, bir də var obyektlərin səmtləşməsi. Məsələn, mən masanın arxasındayam, özünə səmtləşmədir. Şkaf məndən soldadır, qapı məndən irəli, dəftər məndən sağdadır. Bunlar özündən səmtləşmə. Bir də var ki, deyir, kitab stolun üstündədir. Mhm. Şkaf qapının arxasındadır. Bu da obyektlərin səmtləşməsi. Bəli, doğrudur. Fiziki mədəniyyət məşğələsinin mərhələləri, hissələri hansılardır? Fiziki mədəniyyət məşğələsinin hissələri. Biri var fiziki mədəniyyət məşğələsinə hazırlıq, biri var məşğələnin əsas hissəsi, bir də var məşğələni sonlandırmaq, yekun hissəsi. Əsas fiziki məşğələyə hazırlıqda orada vardı daban pəncə hərəkətləri, ziqzaq qaçış, yeriş, bunlar məşğələyə hazırlıqdır. Biri var əsas hissəsi. Əsas hissədə tiyin, qol, böyük motor hərəkətləri, hoppanma, atlanma, tullanma, hərəki oyunlar, yarışlar, bunlar əsas hissədə. Bir də var fiziki mədəniyyət məşğələsinin yekunlaşdırılması, orada tənəffüs hərəkətlərini normala gətirmək üçün asta sakit oyunlar, yəni az hərəkətli oyunlar, tənəffüs hərəkətləri, Kompleks məşğələnin hərəkətlər sonlandırılır. məşğələnin hansı mərhələsində verilir? Bəli, Kompleks hərəkətlər məşğələnin hansı mərhələsində verilir? əsas hissəsində, yəni çiyin, qol, boyun hərəkətləri Məqsədi əsas nədir əsas kompleks hərəkətlərin? məqsədi nədir? Aha, kompleks hərəkətlərin məqsədi nədir? Əl-çiyin qurşaq əzələlərini inkişaf etdirmək. Böyük motor, bəli, böyük Aha. motor inkişafı da, böyük motorikanın Üstəgəl, inkişafı, başqa? əzələlərin inkişafı, Bundan başqa məşğələnin təlim nəticəsinə uyğun olmalı. bəli, Aha, məşğələnin təlim nəticəsi nədirsə, o kompleks hərəkətlərin də məzmunu ona uyğunlaşdırılmalıdır. Əla. Sonra nəyə baxmısınız? Təsviri fəaliyyətə baxmısınız? bəli, baxmışam. Təsviri fəaliyyətdə deməli, üç barmaq texnikası hansı qrupda təşkil olunur? Birinci kiçik qrupda,
3 barmaq. Bəs düzgün oturma texnikası? İkinci kiçik qrupda müəllimə. Hmm, orta qrupda applikasiya necə təşkil olunur? Orta qrupda applikasiya, orta qrupda uşaqlara qayçı verilmir, verilir, qayçı verilir, amma əlavə müəllimin hazır kəsimlər, fiqurlar verilir. Yəni orada verilməsi davam etdirilir. Tədricən müxtəlif fiqurlar kəsilməsi, izah olunur müəllimə tərəfindən onlara. Dalğavari, ziqzaq xətlər kəsimi, yəni bu orta qrupa aiddir. Doğrudur. Yaxşı, sonra başqa bu baxın ifadəli oxu metodu necə bir metoddur? Tərbiyəçinin ucadan ifadəli oxusu. İfadəli oxu metodudur müəllimə. Hı-hı. Uşaqları diqqətini cəlb etmək üçün, onlarda maraq oyatmaq, nitqlərini inkişaf etdirmək üçün, uşaqlara dinləmə qabiliyyətini gücləndirmək üçün. Əsərlərin emosional əhval-ruhiyyədə oxunmasıdır. oxunması, Bəli, bəli, müəllimənin tərbiyəçi ifadəli əsəri oxuması. bəli, ifadəli oxuyur. Nəql etmə metodu Mimikaları bəs? ilə. Nəql etmə metodu bəs? Nəql etmə metodu uşaqlarda, nəql etmə metodunda müəllimə dəyişiklik də eləyə bilər, sonunda əlavələr də eləyə bilər, azalda da bilər. Nəql etmədə uşaqların orada da dinləmə qabiliyyəti inkişaf edir uşaqlarda, bir də nitqi inkişaf etdirir. Nəql etmədə də ki, ixtisarlar edə bilirik. Bəli, azalda da bilər, əlavələr də edə bilər. Əsas odur ki, məzmununu tam pozmadan müəllim nağılın məzmununu uşaqlara çatdırsın. Bəs yaxşı səhnələşdirmə? Burada metodun məqsədi nədir bu metodun? Səhnələşdirmədə uşaqlarda daha geniş anlayışlar yaradır. Elə daha dəqiq, daha dərin başa düşür uşaqlar onu. Məzmunu daha yaxşı anlayırlar, səhnələşdirirlər. Özlərinin jestlərlə, ifadələrlə, yəni uşaqların praktik işdir da səhnələşdirmə. Bəli. Məqsəd dialoqlu əsərlərin səhnələşdirilməsidir ki, burada uşaqlar əsəri sevir, onu tam mənimsəyə bilirlər. Daha Və yaxşı əsərin içində ola mənimsəyirlər. bilirlər. Bəs illüstrasiyalara baxmaq nə işə yarayır? Əsərin daha yadda qalan və güclü təsirini artırır, daha yadda qalan edir. Məsələn, hansısa qəhrəmanın haqqında danışanda həmin hissədə qəhrəmanın şəklini, onun hərəkətlərini, onunla baş verən hadisənin şəklini göstərir. Uşaqda daha dəqiq, daha yaxşı anlayır, başa düşür və onu yadda qalan edir. Bəli, mətnin təsirini gücləndirir, onu yadda qalan edir, yaxşı başa düşülməsini və uzun müddət yadda saxlanmasına, daha dəqiq konkret əşya Həmin səhnənin, həmin səhnə hissənin haqqında daha dəqiq yadda qalan təsəvvürün olmasına. formalaşmasına zəmin yaradır. Bəli. Əla. Sonra hansı metod qaldı? Bir dənə də əzbər öyrənmə qaldı deyəsən. Əzbər öyrənmədə yaddaşı, hafizəni gücləndirir uşaqlarda. Nitqi də inkişaf etdirir. Təbii. Yəni axıcı ritmik olur. Əsas nitq, Əsas yaddaş, bəli. Bir də ifadəliliyi hafizə təmindir. Bəs hansı qrupdan əzbər öyrətdirməyə başlayırıq biz uşaqlara əsərləri? Elə kiçik qrupdan müəllimə. İkinci körpələr qrupundan bəli, kiçik həcmli şeirlərin əzbərlənməsi üzrə iş gedir. Bəs yaxşı, belə bir sual verim sizə. Nəzm və nəsr əsərlərinin fərqi nədir? Nəzm yazılaraq, yəni şeirlərdir, nəsr əsərlər isə hekayələrdir, nağıllardır. Bəli, nəzm şeirlərdir, nəsr isə hekayə, nağıl, povest, roman və s. Təbii ki, bağça üçün elə nağıl, hekayə və şeirdən ibarət olur əsasən əsərlər. Tapmaca da təbii ki, bəzən bizə yarayır, kömək olur. Tapmacalar şifahi metodu daha çox istifadə olunur, tapmaca. Ən çox istifadə olunan tapmaca. Bəli, ümumiyyətlə əzbər öyrənmə özü də şifahi metoddur. Bəli. Deməli, illüstrasiyalara baxmaq əyanidir. Səhnələşdirmə praktikdir. Nəql etmə, ifadəli oxu və əzbər öyrənmə şifahi metodlara aiddir. Doğru. Yəni bunlar təlimin metodlarıdır. Bunlar isə adlı sadaladığımız konkret nümunələr isə bədii təfəkkürün metodlarıdır. Hər məşğələnin özünün metodları var. Onu təşkil etmək üçün əlverişli olan metodlardır ki, bu da sadaladıqlarımız da bura daxil edir. Bayramları ayıra bilirsiniz? Bəli, bayramlar bir var, ictimai siyasi bayramlar, yəni bu 28 mayda bayraq günü, yəni dövlət
tərəfindən keçirilən bayramlardır, ictimai-siyasi bayramlar. Biri var mövsümi bayramlar, yəni bu payız bayramı, meyvə bayramı. Bir də var, e, bir də var dini bayramlarımız var. Dini bayramlar hansı bayramlara şamil olunur? Dini bayram deyə bir bölgümüz yox idi axı. Hansının Yox, tərkibində? dini bayram deyil. Dini bayram deyil, düzdür. O Məişət bayramı. məişət bayramlardır, bəli. Bəli. Yəni bütün Qurban bayramı, məişətdə, Novruz bayramı. bəli, məişətdə qeyd olunan bayramlardır məişət bayramı. Yeni il olsun, Novruz olsun, Qurban bayramı, Ramazan bayramı. Bunlar bizim məişətdə qeyd etdiyimiz bayramlardır. Amma mövsümi bayramları biz evdə qeyd eləmirik. Kimin evində payız bayramı keçirən, kimin evində Qarğıdalı festivalı, Qarpız festivalı, yemək Onları festivalı. biz ancaq Bəli, Bağçada. Bağçada eləyirik. Amma Bağçada ictimai-siyasi məhv xarakterli tədbirlərimiz bəs? bəli, 8 martdır, bayraq günümüzdür, zəfər günümüzdür. Bunlar Bunlar ictimai-siyasi bayramlar. ictimai-siyasi bayramlarımızdır. Bəs tədbirlər hansılardır? Xarakterli tədbirlər? Tədbirlər İctimai-siyasi xarakterli tədbir, hansı ki biz onlara bayram deyə bilmərik. Hansılar idi? Nə üçün demirdik biz onlara? Mənim onlar 20 yanvar, Xocalı Bəli. faciəsi günü, anım günləri. Bəli, bunlar elə bil ki, İctimai-siyasi xarakterli Tədbir. tədbirlər idi. tədbirlərdir, bəli. Bunlar bayramlar deyil. Bir də əyləncələr var. Aha. Uşaq Onlar da bağçalarında hansı əyləncələr keçirilir? bayram ən çox kukla teatrıdır, Qarğıdalı festivalıdır, Qarpız festivalıdır. Bunlar əyləncəli. Festivallara axı dedik biz mövsümi bayramdır. Ən çox teatrlar, kölgə teatrı, kukla teatrı, bəli, bunlar əyləncələrə aid olur. Ondan biraz bilirəm. Oxu- Məktəbə qədər Aha, buyurun. Oxu təliminə hazırlıq. fonetik yanaşma, fonetik yanaşma, uşaqlarda dil fonetika də, yəni məsəl üçün sözlərdən tərbiyəçi bir-biri oxutdurur uşaqları. Məsələn, a, n, a, ana. Keçmiş dev kimdə bizi. Sonra da o bir də bütöv yanaşma. Bütöv yanaşmada uşaqları məsəl üçün bütöv belə at, ta. Həm sizin dediyiniz izahlar yadımda qalıb, müəllimə. Siz Belə. testlərini işlədiniz savad təliminin? Hələ işləyə bilməmişəm, işləyəcəm müəllimə. İşləyin, orada var bu metod priyomları, yanaşmaların testləri savad təlimində. Asan testlərdir, sadə testlərdir. Yaxşı, yəni əsas həm imtahana düşmüş nümunələr var içərisində, həm də metodikanı daha yaxşı mənimsəməyə kömək edən testlərdir. Yaxşı, sonra Əlifba təlimi dövründən, əlifba təlimin dövrü, təlimindən sonraki devir, bir də əlifba təlimin devri, bir də təlimindən sonraki devir, dövr. aha, nə iş görürlər burada bilirsiniz? Orada yazı yazmamalıdır da, əlifba təliminə hazırlıq dövründə. Elə müəlliməm, elədim, düzmü deyirəm. Aha, o Yazı yazmamalıdır da, uşaqlara biz yazı öyrətməli deyilik. əlifba təliminin əvvəlki dövrdə səs üzrə iş və kiçik motor bacarıqların inkişafı həyata keçirilir. Aha, əlifba Keçirilir. təlimi dövründə bir-bir hərflərin böyük və kiçik forması uşaqlara öyrədilir. Bir də oxuyaq yazaq kimi materiallarda hərf tanıya bilirik də onu. Buyurun. Mədəniyyət Fiziki mədəniyyət məsələsində məşğələsi mərhələləri, hissələri hansılardır? hissələri fiziki təhsil, fiziki inkişaf, fiziki hazırlıq, fiziki mədəniyyət. Bunlardan konver iş var, frontal iş var. Konver iş məsəl üçün uşaqların dalbadala ardıcıllığıdır. Ancaq frontal işdə kollektivlə eynidir ikisi də. Məsələn, bir fəaliyyətdə məşğul olmaq kollektiv nəticə əldə etməkdir. Frontal iş isə, məsəl üçün, tərbiyəçinin elədiyi hərəkətləri uşaqlarda onunla bərabər edir. Sonra başqa, bir də fərdi iş var. Fərdi də uşaq özü məşğul olur. Belə.
Bir də məsəl üçün fiziki mədəniyyət məşğələsində yüksək səmərədən ötürü, yəni ki, avadanlıqlar, zal, idman meydançası hazırlanır. Elə hazır olanda hər işdə səmərəli alınır da. Başqa Eee, müəllim. Giriş əsas hissədəki oyunlarla yekun hissədəki oyunların fərqi nədir idmanda? Əsas o birinci isidici hərəkətlər lazımdır da uşaqlara. Onların orqanizmlərini hərəkətə gəlməkdə, yükləmək, hazırlamaq lazımdır ki, onlar əhval-ruhiyyə, diqqəti cəlb etməklə hazırlıq, asta yeriş, qaçış, isidici hərəkətlər etmək lazımdır ki, uşaqlar əsas hissəyə hazır olsunlar. Qrupda 2-4 dəqiqə, orta qrupda 3-5 dəqiqə, böyük qrupda 4-6 dəqiqə olmalıdır ki, fiziki fəallıq hazırlansın da fiziki fəallığa. Əsasda isə məsəl üçün güc, sürət, dözümlülük olmalıdır, kompleks hərəkətlər olmalıdır, ümumi inkişaf etdirici olmalıdır ki, uşaqlar əlçin, qurşaq, gövdə, ayaq əzələləri üçün hərəkətlər əsas yeriş, qaçış, məsələn, heyvan pozası da ola bilər, ilanvari yerişlər, təlimin nəticəsinə deyir, uyğun olmalıdır. İndi oyunların fərqi nə oldu? Əsas hissədə necə oyunlar təşkil olunur? Əsas hissədə hoppanma, qaçma, tullanma, sürünmə, atma, dırmanma hərəkətlər dinamik olur. Yekun hissədə bəs oyunlar necə oldu? Yekun hissəsində də orqanizmi sakitləşdirmək lazımdır. Tənəffüs hərəkətləri, xaotik yerişlər, az hərəkətlərdə birdən-birə dayandırmaq da olmaz. Sonra məsələn emosional balans yaratmaq lazımdır. Belə. Orta qrupda 2-3 dəqiqə, böyük qrupda 3-4 dəqiqə olmalıdır. Körpələrə aid deyil də müəllim. Az hərəkətli, xaotik oyunlar təşkil olunur yekun Yeriş, hissədə. az hərəkətli, bəli. Yaxşı. Emosional, belə. Sonra buyurun, sensor tərbiyə nədir? Sensor tərbiyə Uşinskinin adından bağlıdır. Mahiyyəti ondan ibarətdir ki, insan tərbiyəni predmeti kimi ad əsərində yazmışdır. Sensor tərbiyə 3 yaşından rəngləri bir-birindən fərqləndirir. Sonra sensor tərbiyə üçün uşaqlar oyunlar, sensor inkişaf üçün nəzərdə tutan xüsusi oyunlar olur. Faydalı, nə bilim, piramida, toxunma hissi ilə bilinir. Onlar da rəngli kubiklərlə oyunlar tez başa düşürlər, rəngləri ayıra bilirlər. Sonra başqa sensor mədəniyyət də Montessori'nin tərəfindən gəlmişdi elmə. Uşağın elə bil ki, hiss orqanları üzrə. Sensor etalon da Zaporojye tərəfindən gəlmişdi elmə. Başqa da onu bilirlər ki, buna əl vurmaq olar, olmaz. Hiss üzvlərimiz hansı ardıcıllıqla inkişaf edir? Hiss üzvləri toxunaraq lamisə üzvləri ilə qoxu, dad, eşitmə, görmə, belə. Demişdim ki, ikinci daddır. Toxunma, dad, qoxu, sonra eşitmə, sonra da görmə. Eşitmə, görmə. Ekskursiyanın mərhələləri hansılardır? Ekskursiya mərhələləri tərbiyəçi müəllim tərəfindən təyin edilməlidir, hazırlığı. Ekskursiya üçün şərait yaranmalıdır. Əvvəlcədən gedib özü baxmalıdır ki, görün bura necədir, uşaqları apara bilərəmmi? Bir də ekskursiya hazırlıqda 3 əsas hissələri var. Hazırlıq mərhələsi, ekskursiyanın gedişi, ekskursiyanın sonraki işləri. Məsəl üçün, ekskursiya gedəndə əvvəlcədən planlaşdırır ki, biz haraya gedəcəyik.
əvvəlcə müdirdən icazə al, müdirin rəyi olmalıdır. Medsestranın da, tibb bacısının ərizəsi, tibb bacısının da olmalıdır. Valideynlərin də ərizəsi olmalıdır ki, yəni Bəli, ekskursiya icazəsi olmalıdır, bəli, razılığı olmalıdır. icazəsi olmalıdır. Hə, o da elə avtobusla da gedə bilərlər. Məsəl üçün yaxın yerlərə də gedə bilərlər də. Ancaq gəzinti hər gün ola bilər. Hər gün olur. Məsələn, elə olur ki, yay aylarında elə çox saatlarda, ancaq qış aylarında da hardasa 4 saat zad ola bilər. Hı -hı. Deyim. Təhsili fəaliyyət. Aha, yaşlara görə verim. Mən sual vereyim, yoxsa siz danışmaq istəyirsiniz? Aplikasiyanın 4 növü var. Aha, 3. 3 növü vardı. Əşyavi, anlandım. Əşyavi, Əşya üzrə. dekorativ, əşya üzrə. Üçüncü dekorativdir. İkinci nə idi müəllimə yazın? Sujet. Sujet, hə, sujet. Əşya üzrə, sujet üzrə, bir də dekorativ. Hı -hı. Dekorativ. Yaxşı. Bəs deyir ki, uşaqlar Bəli. qarmon kəsim, simmetrik kəsim texnikalarını yerinə yetirirlər. Hansı qrupda? Uşaqlar o qarmon kəsim böyük qrupdadır Hı müəllimə. -hı, bəli. Bəs tüklü Böyük fakturadan kağızı Tüklü fakturadan cıraraq tüklü faktura hazırlayırlar. o da böyük qrupdadır. Məktəb hazırlıq qrupunda isə tülküyə baxaraq, məsəl üçün, müəllim onun formasını, rəngini, ölçüsünü, nisbətini, hamısını, obrazını yaradaraq tülkü çox bilmişdir. Axırda da elə yazılır ki, cığaldır. Hı -hı. Yer Bəli. kəsimində bu müəllim diqqətini elə bil ki, kontur xətti məkanında çəkə bilir də uşaqlar. Birinci aplikasiyada da yoxdur, birinci kiçik qrupda. İkinci kiçik qrupda da qayçı verilmir. Orta qrupda qayçı verilir, ancaq ki, hazır işlər də verilir, hazır kəsimlər də olur. Belə. Bəli. Sonra Klassiografiya texnikası necə texnikadır? o elə bil ki, rəng üfləməklə deyəsən. Klassiografiya, bəli, kokteyl çöpü ilə boyanı Çöpündən üfürməklə, üfürməklə, sonra da dağıdıb rəng alır da. üfürməklə alınan rəsm formasıdır, belə deyə bilərik.